İbadet. Dua eləmək ibadətlərin yağıdır. Nedir ki, heyvandan sütü sağırsan, xam maldır. Sonra onu emal edirsən, ondan qaymaq dolar, şor dolar, pendir dolar. Amma ən axırıncı emal olunan halı yağdır. İndi namaz da var, oruç da var, itaat ibadet da var, zekat da var, hac da var. Amma cümlə ibadətlərin zübdəsi, yağı duadır. Çünkü her adamın 3 kıblesi vardır. Bedenin kıblesi Kabe'dir, üzünü tut namaz kılırım. Duasının kıblesi elimize açılır, eşli bütün nimetler göyde Cenab-ı Allah orada bize ata edir. Ve könlünün kıblesi de dostdur. Özüne münasip olan bir tane iki tane kişi ki, o sen hakikaten kalbinin kıblesidir. Bizimki dualarımızın kıblesi, Əşli, Allah bütün nimetleri orada xəlq edildi. Bəndənin də bəndəçiliyi oradan bilinir ki, özünü Allah Teala'yı mühtaç bilir. Cenab-ı Allah ulu dərgahına əlini açır və deyir ki, Ya Rabbal Alemin, İyyâke na'budu və İyyâke nesta'in. Biz yalnız sənə ibadət edib və yalnız səndən yardım istəyir. Cenab-ı Allah da o kulun o duasının samimiyetinin sebebine onun istemiş olduğu şeyleri ona ata edir. Kurban olduğum bizim bu şavran mı diyeyim, deveci mi diyeyim, bu mahalımızın, biz buradan gelende, deveçten gelen devecikler. Büyük, bütün Azerbaycan şərq için büyük medar iftiharı olan kurban olduğum Qələgahlı Efendi Baba. Yazmış olduğu kitabında, el yazması məndədir. Deyir ki, bir günləri Musa Aleyhisselam yolundan gedir. Görür ki, bir dənə çoban. Çoban dua edir. Deyir ki, ya Allah, sənə yalvarıram, səndən yardım istəyirəm. Ne olar, mən sənə inanıram, sənə dua edirəm, sənə ibadət edirəm. Bir günlər sən də bizə qonaq gəl də. Səni mən qarşılayım, eynimi değiştirim. Çarıqlar uyuyum, eynini çırpım, seni çimizdirim, sayaqlar vaxtla bir qurban kesim, pişirim, yedirtim, çirtim, gece qal, gündüz de yola salım çıx gedim. Musa Aleyhisselam da geldi ki, ay şeyh, mən tanıysan ki mən? Deyir, yox, mən Musayam. Qurbanım ayalan Peyğəmbər, ne yaxşı gəlmişsən sən? Deyir ki, bu ne axmaq sözlərsən Allah'a deyirsən? Allah sənə ki, adamdır, kimi insanı qarşılayasan, yedib çirkəsən, gün başını değişəsən, saçını darayasan, Allah ile sözler demək olmaz. Efendim o yazı var bunun kitabında. Bir bəs nə deyim? Deyir ki, məsəl üçün, deyir ki, Tevratdaki bir surə, həmd olsun Allah'a ki, aləmlər Rəbbidir, Rəhmandır, Rəhimdir. Məsəl ki, buna münasib bir şey. Deyir, əvvəlkiləri demək, ya, o sözləri Allah'a demək olmaz. Ha, baş üstə. Ha, bunları deyərsən. Baş üstə. Musa Aleyhisselam gidir Tur-i Sina'ya. Tur-i Sina'ya girəndə Allah Teala onu xüsusi, məxsusu qarşılayır. Deyir ki, ya Musa, daha orada Cəbrail ilə danışmıyor, mələklə danışmıyor. Musa Aleyhisselam Allah'a eşidib. Musa Aleyhisselam qəlbindən nə deyirsə Allah da eşidib. Deyir, ya Musa, ayaqqabılarını çıxart. Mənə yaxın gəl. Həmişə belə qarşılayır. İndi Musa Aleyhisselam 7 gündür Tur-i Sina'dadır. Saçın sakalın yonu Allah Teala onu dindirmir. 7. günde torpaqları alır başına dökülür. Ya Rabbi, mən niye dindirmişsən? Bir nətər dindirmişsən ki, mən bəndən məndən eləmişsən. Deyir, nə bəndədir? Deyir, yolda gördüyün kişi ki var idi ya. O sən deyənləri yadından çıxartır, nə demək lazımsa. Özü bilənlər də qorxur deməyə. Şu bu çöllere gezip bunları tökür başına ki, ay Allah, mən sənə nətər deyim çağırır. O kişi deyən sözlər mənim yadımdan çıxıb. Gel ya ona əməlli başlı öyrət, ya da ki bir de bu Tur-i Sina ayağını değməz. Musa Aleyhisselam ilk başmaqların geyinmək yadına düşmür. Düşür Tur-i Sina'dan. Gəlir, kişi alaçıqda yox. O yanı gəzir, bu yanı görür ki bir təpənin kölgəsində göz yaşı tökür, yeməyib, içməyib, təğəyyür olub bu 7 gündə rəngi. Deyir ki, ne şun bu gündə sən? Deyir ki, sən deyənlər yadımdan çıxır, könələr deməyə qorxuram. Musa Aleyhisselam qucaqlayır, ağlayır. Deyir ki,
belə dinən, öyrətilir, bir neçə gün yanında qalır, qayıtır, gəlir. Turist ürəyi həyəcan da ki, rəhbərdir də, Allah-u Teala görəcək, nə deyəcək ona? Hələ turistinə yaxınlaşanda Allah Teala ki, başmaqlarını çıxart, mənə yaxın gəl. Demək ki, Allah razı qalıb bundan. Gəlir ki, ya Allah, bəs sən niyə belə elədin? O axı, ayla boylaq sözlər danışırdı, düz danışmırdı. Bəs ne üçün məni ona görə belə elədin? Deyir ki, mən onun danışan sözlərə baxmırdım, qulaq asmırdım. O qəlbində mənə qarşı ne cür niyaz, təzərru eləyirdisə, mən onun qəlbinə qulaq asırdım, onun sözlərini qulaq asmırdım. Demək ki, bir bəndə qəlbinin içindən cigəri yana Cenab-ı Allah'a nida edir, dua etsən, Hak Teala Hazretleri onun duasını geri çevirmez. Bir gün bir şəxs, bir ailə başçı, bir kişi yolla gedir, görür ki, qəlbi xəbər verir ki, bu bir mötəbər zatdır, bundan üzböz gəlir. Gəlir ona, Esselamu aleykum və aleykumussalam, bir icazə verirsiniz və əlini tutun. Deyir ki, buyur. Əlini tutanda, İslamda iki əllə görüşmək yoxdur. Bir əllə görüşürlər. Peyğəmbərin sünnəsi bir əllə tutursa, kişi kimi görüşürsən. Amma biz iki əllə görüşərik. Bir sufilərə yaxın bizim cəmaat. Yer gök evli yadda bizlər. Ne üçün ki əllə görüşürük? Onun qabağında eğilmək üçün, hörmət, ehtiram eləmək üçün görüşmürük ilk əllə. İki əllə onun üçün görüşürük ki, Xıdır Zində Aleyhisselamın biləyinin sümüğü yoxdur sağ əlində. Görüşürük onunla ki, onun əlindən tutar sağ əllə. Sol əlimizlə də biləyindən tutar, baxaq görür, sümük var bu adamın qolunda ya yox. Əgər yoxsa, Xıdır Zındadır. Əgər Xıdırındasa, ondan təmənni eləyək ki, mənim üçün dua edir. Bu da onun əlindən tutanda baxır, görür ki, bunun biləyində sümük yoxdur. Deyir ki, Xızır Aleyhisselamdır. Deyir ki, hay Allah'ın Peyğəmbəri, hay Allah'ın dostu, mənim üçün dua edir. Xızır Aleyhisselam əlini qaldırır Cenab-ı Allah'ın dərgahına, o kişi için xeyir dua eləyir. Əlini üzrə çəkəndən sonra kişi deyir ki, mənim bir çatan külfətim var, balalarım var, qızlarım, oğlanlarım. Səndən xahiş edirəm ki, mənim balalarım kimi burada. Xızır Aleyhisselam deyir ki, bir atanın evladı için eləmiş olduğu dua, Xıdır Zındanın onun üçün eləmiş olduğu duadan daha əfsəldir. O səbəbdən də hər bir ata, o ki ailəsinin başçısıdır, hər bir ata o adam ki ailəsinin peyğəmbəridir. Çünki ailən böyüklüyünü o göstərir ki, halaldır, haramdır, olar, olmaz, böyük kimdir, kiçik kimdir, Allah kimdir, bəndələr kimdir, necə Allahla bəndələr arasında abur və həyanla yaşayasan, o tarazlığı, balansı itirməyəsən. O ata ki ailənin peyğəmbəridir. Və əgər ki o Nuh Peyğəmbər öz qövmü üçün bəddua edən kimi ata da evladı üçün bəddua eləsə, o adam, o ailə, o evladlar, o nəsil batdı. Necə ki, Nuh Aleyhisselamın oğlu Kənan batdı. Yox, əgər ata evladı üçün dua etsə, necə ki İbrahim Peyğəmbər İsmail Peyğəmbər üçün dua etdi, mütləq o nəsildən, İsmail Peyğəmbərin nəslindən 100 illərdən sonra da olsa, bir Muhammed Mustafa kimi oğlan, qız, qiriyyətli, namuslu nəsil olacaq. Allah o nəsli başa eləməyəcək. O səbəbdən də möhtərəm cəmaat-ı müslimin qayıtıram söhbətimizin ibtidasına ki, əd-dua zübdətil ibadə. Dua ibadətlərin yağıdır. O səbəbdən dilimizdən zikri, qəlbimizdən Cenab-ı Allah'ın fikrini, əlimizdən, dilimizdən duanı əksik eləməyək. Deyir ki, Türklərdə bir misal var, deyir, kiminin parası, kiminin duası. Olur ki, adam maddi gücü var, maddiyyatla kömək edir. Adam da var ki, atadımı, qocadımı, xəstədimi, uşaqdımı, məzlumdımı, xeyr duasını almaq lazımdır ki, göydən gələn kimdən bilinməz, ağla gələn ağla gəlməz afat, müsibət, bəliyyatı üzerimizdən və dünyamızın üstündən rədd-ü dəf eləsin. Bu Ramazan ayını Allah Teala 3 yerə bölüb. Birinci 10 günlüğü rəhmət idi, keçdi. İkinci 10 günlüğü məğfirət idi, yəni ki, bağışlanmaq 10 günlüğü o da keçdi.
bu günden itibaren boyunlarımızı cehennemin buxovundan, cehennemin ateşinden azad eləmək 10 günlük idi. Hak Teala her iftarda milyon nefer adamı cehennemden azad edir. O sebepten de möhtərəm cemaat, elə işler olur ki adamın ciğerini yandırır. Görürsən adam balasını itirir, adam valideynlərini itirir, adam xəstəliyə düşür, yatağa düşür, gəlin bir sözdür, qız bir sözdür. O deyilən sözlər cehennemin ateşinden de beterdir. Bu eşitəcəyimiz sözlər. O sebepten de bu 10 günlük ki cehennem ateşinden kurtulma 10 günlüydür. Yine de elimizi Cenab-ı Allah'ın dergahına açıp bu Ramazan ayının aziz günlerinin ve Qədir gecelerinin hakkını hürmetine, izzetine hem dünyanın yandırıcı ateşinden hem de ahiretin yandırıcı istisinden Cenab-ı Allah'a pənah aparar. Hak Teala Hazretleri vətənimizi müdafiə eləsin, mühafizə eləsin, əsgərlərimizi selamat eləsin, devletimizi faim eləsin, ağsaqqallarımıza xeyirli ömürlər versin, cavanlarımızı, valideynlərin, böyüklərin xidmətində layiqincə durmağı nəsib eləsin, ana bacılarımızın, qız gəlinlərimizin abur həyası Allah'a emanet olsun, Allah mühafizə eləsin. Hak Teala Hazretleri ruzlarımızı bol eləsin, bizi istəyənləri Allah istəsin, bizi istəyənləri Əzrail aparsın getirməsin. Bu süreye, bu meclisə səbəbkar olan kardeşimize Allah Teala ruhusuna bol bereketler versin. Amin. Siz cemaate kabul eləmişsiniz, gelmişsiniz. Allah Teala size hayırlı ömürler, can sağlığı, sıhhat, afiyet versin. Efendim dua eləsin inşallah. Duası da amin diyek. Efendim dedi ki kiminin parası, kiminin duası. Sen dua ile biz amin diyek, sana ağzın olmasın. Efendi babanın, Qədeşən babanın ağzı olsun. Amin. Amin. Elhamdülillah. 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 Allahümme femen amin tamamil cennetine. Amin ya Allah. Ve zevcine bihuzüde ekmire. Amin ya Allah. Fatiha Allah. Allah'ım.